Afşar kəndinin Rəflər küçəsi, bir saylı məktəbin yaxınlığında yerləşən transformatorun acınacaqlı vəziyyəti ciddi narahatlıq doğurur. Açıq və təhlükəli halda olan bu elektrik qurğusu hər gün məktəbə gedən uşaqları üçün real təhlükə mənbəyinə çevrilib. Kənd sakinləri və valideynlər dəfələrlə aidiyyəti qurumları, o cümlədən də məsul şəxs Malik müəllimə müraciət etsələr də problem hələ də həllini tapmayıb. Kənd sakinləri bildirirlər ki, məsələ ilə bağlı edilən şikayətlərə baxılmır və lazımi tədbirlər görülmür. Valideynlər haqlı olaraq narahatdır bu cür səhlənkarlıq faciə ilə nəticələnə bilər. Efir aldı Haqq Səsi TV1-in rəhbərliyi Elxan Müzəffəroğlu.